Fərz edək ki, ekrandakı olanlardan təşkil olunmuş bir faylımız var və bundan surface yaratmaq istəyirik. Yeni surface yaradıb, öncə joggle pointləri getmək üçün burada group point edib, add edib, all points eləyirsən. Həmin faylın üzərində drawing object seçib, burada pointləri seçib, pointləri seçsək bu formada adi pointləri əlavə eləmiş olacaq. Drawing obyektdən yenə də bloksu seçib, bunları seçsək, bunlar DXF formatda cihazdan götürəndə məlumatlar bu formada düşür. Blok formasında sağ düyməni basırıq, əlavə eləyir üçgen modelə. Daha sonra 3D polyline'lardır. 3D polyline'lar breakline'lar olaraq əlavə edirik. Bir də 3D face. 3D face üçgen modelin partladılmış versiyasıdır. Və yaxud 3D polyline'dan çəkilmiş 3D objedir. Burada yenə də drawing obyekti add edib, burada 3D face seçib OK edirik. Üçgen model alınandan sonra qıraqların silək. Modelimizə baxaq.